Heç kimə sir deyil ki, Cənubi Qafqazda yeni reallıq formalaşır və Ermənistan bu dəyişikliklərin mərkəzindədir. İllərlə davam edən münaqişə ab-havası indi sülh mövzusu ilə əvəzlənib. Baş nazir Nikol Paşinyan xalqa yeni reallığı qəbul etdirməyə çalışır. Lakin ölkə daxilində fərqli siyasi və ictimai qüvvələrin müqaviməti də güclüdür. Bəs Ermənistan cəmiyyəti sülhü qəbul etməyə hazırdırmı? Մենք երրորդ հանրապետության քաղաքացիներս չգիտենք թե ինչ է խաղաղություն։ Biz 3-cü Respublikanın vətəndaşları olaraq sülh şəraitində yaşamağın nə olduğunu bilmirik. Bu bizə yad bir hissdir. Çünki müstəqilliyimizin ilk günündən biz daim münaqişə atmosferində və yaxud müharibə şəraitində yaşamışıq. 8 avqustdan sonra isə biz tamamilə başqa bir Cənubi Qafqazda, başqa bir Ermənistan Respublikasında yaşayırıq. Bu faktı dərk etməliyik. Bu asan deyil. Çünki bu bizim üçün yeni və tanımadığımız bir reallıqdır. Ermənistan sülhü sıfırdan öyrənməlidir. Sülh nədir, necə olur və necə görünür? Sülh biz ona hansı formanı verəcəyiksə elə də olacaq. Əlbəttə ki, bu tək yox, Azərbaycanla birgə olacaq. Nikol Paşinyan xalqa müraciəti zamanı həmçinin Qarabağdan köçən ermənilərin Azərbaycana qayıtmasının real olmadığını və Azərbaycanla sülhə təhlükə törətdiyini bildirib. Ermənistan baş nazirinin fikrincə, yalnız Qarabağ məsələsinin həlli Azərbaycanla sülhü mümkün edib. Ekspertlərin fikrincə isə Nikol Paşinyanın qarşısında indi növbəti vacib missiya var. İllərlə Azərbaycan və Türkiyə əleyhinə aparılan təbliğatın qurbanına çevrilən erməni xalqını sülhə hazırlamaq. Дело в том, что оппозиция в Армении все делает на опережение. Məsələ ondadır ki, Ermənistanda müxalifət hər şeyi qabaqlayır. Paşinyan üçün də, Ermənistan üçün də müxalifət yatmır, işləyir. Ermənistanda onlar xeyli çoxdur. Həmin qruplar ki, Türkiyə və Azərbaycanla münasibətlərin qurulmasını istəmirlər. Proseslərə şübhə ilə yanaşırlar. Hələ seçkilərə var. İndidən onların üzərində işləmək lazımdır. İlk növbədə isə sosial təminat, xalqın rifahı təmin olunmalıdır. Konstruktiv dialoq aparmaq müxalifəti qabaqlamaq üçün vacibdir. Ümumilikdə isə erməni cəmiyyətində sülhlə bağlı bir mənalı fikir formalaşdırmaq üçün Paşinyanın komandasını möhkəmləndirmək lazımdır. Lakin Ermənistan hökumətinin sülhlə bağlı addımlarına mane olmağa çalışan qüvvələr az deyil. Rusiyaya bağlı revanşist müxalifət, erməni apostol kilsəsi, erməni diaspor və cəmiyyət daxilində müəyyən qruplar. Həmin qruplar da əsasən Qarabağdan köçənlərdən və Azərbaycanla sərhədyanlı kəndlərdə yaşayanlardan ibarətdir. Buna baxmayaraq Paşinyanı və komandasının addımlarını dəstəkləyənlər də var. Bu da təxminən əhalinin 15%-idir. Analitiklər isə deyirlər ki, Ermənistanın baş naziri xalqı sülhə hazırlamaq üçün əvvəlcə əsas qanundan başlamalıdır. Biz hər dəfə görürdük ki, məhz erməni cəmiyyətindən separatçılar olsun, daşnaqlar olsun, digər Qarabağ klanına başqa bağlı olan qüvvələr olsun, təxribat aparırlar. Artıq bunlardan imtina edilmir. Ona görə Paşinyan son açıqlamalarda sülhdən danışır, hətta Qarabağ ermənilərin geri dönüşü mümkün olmadığını söylüyor. Qalır yeganə bir məsələ, onu da əslində cəmiyyətinə anlatmalıdır ki, Konstitusiyada Azərbaycana ərazi iddiası ehtiva edən bənd oradan çıxarılmalıdır. Ekspertlər hesab edir ki, illərlə Azərbaycanı və Türkiyəni düşmən kimi görən erməni xalqının düşüncələrini dəyişmək üçün sistemli işlər görülməlidir. İctimai müzakirələr, dezinformasiyayla mübarizə, müxalifətlə açıq və konstruktiv dialoq, sosial və psixoloji hazırlıqlar Ermənistan cəmiyyətindəki stereotipləri dəyişə bilər. Eyni zamanda konstitusiyanın dəyişməsi və Azərbaycanla yekun sülh sazişinin imzalanması Ermənistanın iqtisadi inkişafını şərtləndirəcək. Bu da erməni cəmiyyətindəki xofu və nifrəti sonlandıra bilər.